Aha, deməli müəllimlər, biz dünən izahı verdik əsas ilk mövzularımız üzrə və mən istəyərdim ki, ilkin olaraq məktəbəqədər təhsilin ümumiyyətlə məqsədi nədir? Ümumiyyətlə məktəbəqədər təhsil hansı yaş dövrünü əhatə eləyir? Və məktəbəqədər təhsilin məqsədi nədir? Proqram, kurikulum özündə nəyi ehtiva eləyir? Və bu haqda danışaq. İlkin olaraq Mətanət müəllimə buyurun. Salam bir daha müəllimə. Salam. Deməli müəllimə, birinci məktəbəqədər təhsilin yaşını desək, bu 1-6 yaşlı uşaqları əhatə edir Aha. və məktəbəqədər təhsilin məqsədi ümumiyyətlə biz bilirik ki, məktəbəqədər təhsil bir pillədir və onun səviyyəsi yoxdur və ilkin pillə olaraq da uşaqlara, yəni ki, 1-6 yaşlı uşaqlara verilir bu təhsil. Və bu təhsildə məqsəd erkən yaş dövrlərində uşaqların istər əqli, fiziki cəhətdən olsun, sonra onlara sadə əmək vərdişləri olsun, ətraf aləmlə tanışlığı, özünün sağlamlığını, təhlükəsizliyini, zəruri həyati bacarıqlara yiyələnməsini, bir şəxsiyyət kimi formalaşmasını təmin etməkdir. Bundan sonra Azərbaycan, yəni ki, Azərbaycan milli adət-ənənələrini, bəşəri dəyərlərini, daha sonra elə bil ki, dövlətin maraqlarına uyğun olaraq yetişdirilməsidir, tərbiyə olunmasıdır, vətənpərvər formada şəxsiyyətin yetişdirilməsidir. Aha. Deməli, ümumilikdə proqramın belə deyək, uğurlu həyata keçirilməsi, kurikulumun belə deyək, hansı vəzifələri özündə əks etdirir kurikulum? Məktəbəqədər təhsilin kurikulumu təlim nəticələri, onların qiymətləndirilməsi, sonra inkişaf sahələri üzrə dövlət standartlarının reallaşdırılması həyata keçirilən potensial dövlət sənətidir və onun tərkibində planlaşdırılmadır, qiymətləndirilmədir, təlimin təşkilinə verilən prinsiplərdir, yer almış olur. Aha. Deməli, məktəbəqədər təhsil uşaqları necə belə deyək, gələcək həyata hazırlayır? Hansı dörd inkişaf sahəsi üzrə bir şəxsiyyət kimi formalaşdırır. Aha. Eyni zamanda sadə əmək vərdişlərinə yiyələnməsi, Bəli. uşaqların bəli, bütün istedad, potensial və qabiliyyətlərinin üzə çıxarılması, uşaq yönümlü təhsilə yiyələndirilməsi. Bəli, sağlamlığın qorunması, estetik tərbiyəsi. Aha, insanlara qarşı, ətraf mühitə qarşı belə deyək, həssas münasibətin formalaşmasını təmin edir. Bəli, ümumiləşdirərək danışırıq və belə bir sualım var ki, deməli, məktəbəqədər təhsildə qruplar, yaş qruplarını mənə qeyd eləyin. Məktəbəqədər təhsildə qrup olaraq 5 qrup var. Birinci kiçik qrup 1-2 yaş, ikinci kiçik qrup 2-3 yaş, daha sonra orta qrup 3-4 yaş, böyük qrup 4-5 yaş və məktəbə hazırlıq 5-6 yaş. Ay, sağ ol. Yaxşı. Demək, ümumiyyətlə qruplar üzrə nə qədər uşaq olur? Qruplar üzrə kiçik qruplarda 10 uşaq, yoxsa 15 uşaq, böyük qruplarda isə 20 uşaq olur. Aha, orta qrupdan etibarən artıq 20 uşaq. Artıq 20 uşaq olur. Bəli. Bir də qarışıq qruplar olur, 1-3 yaş, 3-6 yaş. Onlarda isə uşaq sayı 1-3 yaşdan 10 uşaq. Aha. Digər qrupda isə artıq 15 uşaq olur. Aha, 3-6 yaşlı qrup dönəmi belə deyək, 15 uşaq. Biri erkən inkişaf, biri məktəbə hazırlıq. Nə zaman 20 uşaqdan artıq say arta bilər? Tutalım ki, 30 ola bilər. Belə deyək, bəlkə müəssisə azlığından ola bilər. Əhali sıxlığı, əhalinin sıx yaşayan ərazilərdə, ərazidə icma da yoxdur, belə deyək, icma əsaslı müəssisə də yoxdur, hər şey yəni yüklənir bağçaya. Məcburiyyət olduğu halda bu addım olar. Amma qanun əsasına götürəndə uşaq sayəsi 20 uşaq olmalıdır qrup üzrə. Bir də inklüziv uşaq olarsa, faizlə desək 5-10%, sayla desək 1-2 uşaq, yəni sayı qrupda olmalıdır da bu tip uşaqlar. Doğrudur. Bəli, doğrudur. Təşəkkür edirəm Mətanət müəllimə və bir də didaktik prinsiplərimizi də mənə deyin. Neçə didaktik prinsipimiz var? 9 didaktik prinsipimiz var.
Sadalansa nəticə yönümlülük, uşaq yönümlülük, şəxsiyyət yönümlülük, inkişaf yönümlülük, tələb yönümlülük, varislik, inteqrativlik, Azərbaycançılıq və dünyəvilik. Aha, şəxsiyyət yönümlülüklə uşaq yönümlülüyün fərqi nədir? Şəxsiyyət yönümlülük didaktik prinsipində uşağın meylidir, marağıdır nəzərə alınır, uşağa differensial yanaşılır. Daha sonra uşaqların belə deyək, diaqnostik qiymətləndirilməsi olunur, potensialı üzə çıxarılır. Aha, ilkin qiymətləndirmə, bəli. Bəli, biz bilirik ki, digər qiymətləndirmə isə inkişaf yönümlülüyə aiddir. Bu formativ, summativ, yəni qiymətləndirmələr deyilir. Bunların fərqi var. Şəxsiyyət yönümlülükdə zəruri həyati bacarıqlar uşaqlarda, bir də dəyərlər inkişaf etdirilir. Zəruri həyati bacarıqlarda uşaqlarda idrakdır, ünsiyyətdir, psixomotor bacarıqlardır. Yəni bunlar milli bəşəri dəyərlərimiz, bəli. Milli bəşəri dəyərlərimiz uşaqlarda inkişaf etdirilmiş olunur. Aha, doğrudur. Yaxşı, uşaq yönümlülüyə nə üçün demokratik təhsil deyirik biz? Çünki bizim elə belə deyək də dövrümüzün hal-hazırda təhsili uşaq yönümlü təhsildir. Əgər biz uşaq yönümlü təhsilin hər hansı bir belə deyək də qaydasını yerinə yetirməsək, biz artıq belə deyək, avtoritar təhsilə keçmiş olarıq da. Orada müəllim yönümlü olur. Hal-hazırki təhsilimiz uşaq yönümlüdür. Mərkəzdə uşaq olur. Uşağa subyekt kimi baxılmalıdır. Doğrudur. Və onun fikirləri önəmlidir. Hətta müəllim əgər nəticə yönümlü müəllimdirsə, elə planını qurduğu halda ilk öncə uşağın məhz nəzərə alaraq planını qurur. Uşağın potensialına uyğun olaraq. Biz bir də uşaq yönümlü didaktik prinsipində məhz uşaqlara öyrənmə tərzlərini nəzərə alırıq, differensial yanaşırıq. Hansı öyrənmə tərzlərimiz var müəllimə? VAK-onu bizə açıqlayın. Bəli, açıqlayaram. VAK-o bu vizual, yəni uşaq görərək öyrənir. Yəni bu əyani şəkildə şəkillər olsun, illüstrasiyalar olsun. Bunlarla artıq uşaq müşahidə edir, görür, əyani formada öyrənir. Audial, bu uşaqlar eşidərək, yəni öyrənirlər. Müəyyən belə deyək də qısa roliklərlə dinləmələr olsun. Uşaqlar dinləyir və yaxud da müəllimə nə isə hekayədə oxuyurmu, nələr haqqındasa danışır. Bu zaman uşaqlar öyrənir. Kinestetik öyrənmə, hərəkətli öyrənmə, əsasən bu hiperaktiv uşaqlar üçün daha əlverişli belə deyək də bir addımdır. O da oxuma, yazma formasında uşaqların öyrənməsidir. Və əsasən də məhz bu nəzərə alınaraq elə bu təhsildə tərbiyəçi müəllimlər uşaqlara bu öyrənmə tərzlərini nəzərə alaraq addımlı atırlar da uşaqların inkişaf etdirilməsinə. Doğrudur, doğrudur. Təşəkkür edirəm müəllimə bu ətraflı izahlarınız üçün, cavablarınız üçün. Təşəkkür edirəm. İstəyirəm digər müəllimlər də, aktiv müəllimlər də iştirak eləsinlər. Məsələn, Aytən müəllimə, əl qaldıran müəllimlərimiz. Çox sağ olun müəllimə. Siz sağ olun, buyurun. Hər vaxtınız xeyir müəllimə. Hər vaxtınız xeyir olsun. Aytən müəllimə, siz bizə inkişaf sahələrimiz haqqında məlumat verin. Zəhmət olmasa. Tamam. İnkişaf sahələri, deməli, inkişaf sahələri təlimin əlbəttə ki, məzmununun keyfiyyətli həyata keçirilməsi üçün, yəni uşaqlarda təlimin keyfiyyətli, başarılı olması üçün, yəni onların təhsili, təlimi uyğun şəkildə yəni almağa imkan yaradır. Bu da əlbəttə ki, köhnə təhsil sistemindən imtina, yeni təhsil, yəni inkişaf sahələri, yeni standartlara uyğun təhsil uşaqları daha da belə deyim, differensial yanaşmağa, uşaq yönümlü yanaşmağa bizi sövq edir. Ümumiyyətlə uşaqları üzərində biz bunu etməyi, daha doğrusu. Həmin inkişaf sahələri isə 4 formada aparılır. Yəni 4 inkişaf sahəmiz var. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idraki inkişaf sahəsi, estetik yaradıcılıq inkişaf sahəsi, bir də sonuncu, 4-cü sosial emosional inkişaf sahəsi. Siz bizə ancaq fiziki inkişaf sağlamlıq haqqında məlumat verin hələ ki. Fiziki inkişaf və sağlamlıq təhlükəsizlik əlbəttə ki, bu uşaqların
həm kiçik, həm böyük motorikasının inkişafı deməkdir. Ümumiyyətlə sağlamlığın inkişafı deməkdir. Fiziki inkişafın özünün 3 əsas standartı var. Birinci 1-1 fiziki hərəkətləri yerinə yetirir. İkinci 1-2 masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir və gigiyena qaydalarına əməl edir. Üçüncü 1.3 isə təhlükəsiz qaydalarına əməl edir. Əlbəttə ki, inkişaf 1-1 əslində fiziki inkişaf təhlükəsizlik əslində 1-1 fiziki hərəkətləri yerinə yetirir. Yəni böyük motor, kiçik motorikanı yerinə yetirir. 1-2 isə uşaq artıq davranışlarını masa arxasında tənzimləyir və özü gigiyena qaydalarına əməl edir. Yəni ki, salfetindən, fırçasından, ümumiyyətlə necə istifadə etdiyinə əməl edir. Üçüncüsü təhlükəsizdə uşaqlar kəsici, deşici, hansı bir isti soba və yaxud da ki, təhlükəli bir vəziyyət yarananda, fövqəladə bir hadisə olanda, bu isə həmin təhlükəsizliyə əməl etmək üçündür. Yəni ki, biri onu göstərir. Aha, başqa nəsə əlavəniz var fiziki sağlamlıqla bağlı? Fiziki sağlamlıqla bağlı başqa, yəni sual versəz müəllimə belə cavab verə bilərəm. Aha. Müəllimə, əməyin formalarını mənə deyin, zəhmət olmasa növlərin. Əməyin formaları deməli var, məişət təsərrüfat əməyi, təbiətdə əmək, 2 cürdür də, səhv etmirəmsə. Yox, məişət təsərrüfat əməyi, təbiətdə əmək, bir də hansı idi? Əl əməyi, biri də var idi. Biri də var idi. Yadımdan çıxdı. 4 növü var idi. Özünə xidmət əməyi. Özünə xidmət əməyi, yadıma çıxdı. Özünə xidmət, məişət təsərrüfat, təbiət əl əməyi. Hansı fiziki inkişafa aid olunur əməyin növlərindən? Fiziki inkişafa aid olar əməyin növlərindən təbiətdə əmək olmaz. Məncə özünə xidmət olar da, orada salfetindən, fırçasından istifadə edir. Yəni özü geyinib soyunma var, yəni ki, ona aiddir. Belə deyək də, uşağın belə deyək, fəaliyyət növlərini özü müstəqil şəkildə, sərbəst şəkildə belə deyək də, uşağın hansısa bir fəaliyyətə cəlb olunmasına kömək edir. Məsəl üçün deyirəm ki, 3 yaşlı tutalım deyirəm, Fatimə əl-üzünü yuduqdan sonra dəsmalla əvvəl ovucularını, sonra isə bir-bir barmaqlarını silir. Və artıq özünə qulluq edir də, belə deyək. Və burada ətrafdan bir tərbiyəçi dəstəyi var ki, çünki bu uşaq hələ körpədir, 3 yaşındadır və uşağın nəzərinə çatdırır ki, deməli, tutalım ki, dəsmalın bir ucu yerə dəyməsin də, tutalım ki, səliqəli formada silsin ki, dəsmalı yerə dəyməməsi üçün uşağın nəzərinə çatdırır və uşaq da artıq əllərini silməyi dayandıraraq, yəni bu qaydaya əməl edir və dəsmalı təzədən normal qaydada əlinə yığaraq yenidən əllərini silməyə davam edir. Yəni belə deyək də, burada özünə xidmətdə biz düzdür, uşaqlara sərbəstlik veririk, uşaq müstəqil şəkildə işi icra edir, amma daha çox böyüklərin nəzarəti var burada. Yəni böyük nəzarəti varsa, böyük dəstəyi, dayağı, skafoldingi varsa, deməli bu özünə xidmət əməyidir. Amma biz demişdik ki, gigiyena olarsa əgər, uşaqların belə deyək, sərbəst əlini sabunla yuması falan, yəni tutalım ki, dişlərini fırçalaması, yəni bu qayda gigiyena, təmizlik olduğuna görə gigiyenada böyük belə deyək, dəstəyi olmur. Yəni uşaq sərbəst formada özü sərbəst formada həyata keçirir, bəli. 3 yaşına qədər ola bilər. Birinci, ikinci körpələr qrupunda tutalım ki, axı biz sabun verilmir, körpədir. Birinci, ikinci körpələr qrupunda tutalım ki, nəyisə köməklik eləyə bilər, amma daha çox gigiyenada biz, yəni test mərhələsində də biz qarşımıza çıxsa çaşdırmaq üçün verər ki, böyüyün nəzarəti altında əllərini sabunla yuyur. Bu nə olacaq artıq? Bu özünə xidmət olacaq, gigiyena olmayacaq. Bəli. Bir də müəllimə, didaktik prinsiplərimizdən bizə nəticə yönümlülüyü bizə izahını verin. Nəticə yönlü didaktik prinsipi odur ki, təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsi. Yəni ki, hər bir müəllim nəticə yönlü olmalıdır, planlı, proqramlı olmalıdır. Yəni əvvəlcə də işini planlaşdırılmalıdır ki, nəticəsi də olsun.
Aha, doğrudur. Bəs yaxşı, belə deyim, estetik yaradıcı inkişaf sahəmiz nə bildirir? Ümumiyyətlə, nəyə görə estetika, estetik tərbiyə nədir? Ümumiyyətlə estetik yaradıcılıq onu bildirir ki, yəni uşaqlarda estetika, bədii zövqün inkişafı deməkdir. Yəni uşaqların yaradıcılığıdır, bədii zövqüdür. Bunu özündə əks etdirir. Həmin estetik və yaradıcılıq inkişaf sahəsinin də özünün iki standart var. Yəni yeganə inkişaf sahəsidir ki, onun iki standart var. 3.1 sadə bədii yaradıcılıq bacarıqlarını nümayiş etdirir. 3.2 sadə əmək bacarıqlarını nümayiş etdirir. Yəni burada uşaqların əlbəttə ki, emosional belə deyim də, ətraf aləmin gözəlliklərini duymaqdır, onu qavramaqdır, bədii nümunələr, hər hansı bir yaradıcılıq görməkdir. Sonra zövq, bədii hisslərin, zövqlərin inkişafıdır da belə deyərdim. Bəli. Yaradıcılıq qabiliyyətlərinin inkişafıdır. Doğrudur. Təşəkkür eləyirəm müəllimə. Sağ olun müəllimə. Ətraflı izahı üçün təşəkkür edirəm. Aysel müəllimə. Salam müəllimə. Salam, hər vaxtınız xeyir olsun Aysel müəllimə. Siz bizə deməli idraki inkişaf sahəmiz haqqında məlumat verin. Deməli, idraki inkişaf sahəsinin özünün 3 əsas standartı vardır. Deməli, 2.1 standartı əşya və hadisələr haqqında ikili təsəvvürlərə malik olduğunu nümayiş etdirir. 2.2 standartı deməli, nitqi dinləyir, anlayır, rabitəli danışır, nitq etiketlərindən istifadə edir. 2.3 standartı isə sadə riyazi əməliyyatları yerinə yetirir. İdraki inkişaf sahəsində uşaq deməli ətraf aləmlə tanış olur, sonra şəkillər üzrə süjetli danışır, müqayisə edir, təsnif edir, ümumiləşdirmə aparır, qruplaşdırma aparır. Bunların hər biri aiddir idraki inkişaf sahəsinə. Aha, idraki inkişaf sahəmiz deməli ən əsas vacib zehin idraki tələb edən, belə deyək, kognitiv, öyrədici, zehni inkişafın belə deyək stimullaşdırılmasına deməli daha çox belə deyək də təkan verən inkişaf sahəmizdə hansı məşğələlərimiz var idraki inkişaf? 2.1 ətraf aləmlə tanışlıq, 2.2 deməli bədii təfəkkür, 2.2 yenə də savad təlimi, Bəli. 2.3 riyazi, məntiqi və riyazi təfəkkür. Aha, Məşğələ. bəli, sadə riyazi təsəvvürlər məşğələsi doğrudur. Demək, müəllimə, belə deyim də, psixoproseslərimiz hansılardır, deyin mənə? İdrak, psixoproses, diqqət, hafizə, sonra təxəyyül, təfəkkür, nitq. Aha. var. Aha. Daha çox hansı psixoprosesi biz idraki inkişaf sahəmizdə inkişafını görürük daha çox? Diqqət. Diqqətdən əlavə, Hafizədir, təfəkkür, yaddaş. təfəkkür. Təfəkkür. Əsas da tənqidi təfəkkür, orta qrupdan artıq Yarad- təfəkkür. Bəli. Bəli. Təfəkkür biz deyirik, bax induksiya, deduksiya deyirik, təhlil Bəli. deyirik, sistemləşdirmə, ümumiləşdirmə, analiz, sintez etmə, hamısı bunlar təfəkkürün kateqoriyalarıdır. Tənqidi, məntiqi, yaradıcı təfəkkürün inkişafı təmin olunur idraki inkişaf sahəmizdə. Bəli, doğrudur Mətanət müəllimə, yazmısınız. Deməli, siz də mənə əməyin növlərini deyin. Əməyin 4 növü vardır. Özünə xidmət əməyi, məişət təsərrüfat əməyi, əl əməyi, bir də təbiət əməyi. Aha, daha çox yaradıcı belə deyək, əmək növləri hansı inkişaf sahəmizdədir? 4-3 və 3-2 Aha, estetik yaradıcı inkişaf sahəsi. aha, o növlər haqqında mənə məlumat verin. Məsəl üçün biri olsun təsərrüfat məişət əməyi. Təsərrüfat məişət əməyi. Məsələn, uşağın dayıya yardım etməsidir, məşğələ zamanı müəllimə yardım etməsidir, otağın təmizliyinə fikir verməsidir. Bunların hər biri məişət təsərrüfat əməyidir. Məişət təsərrüfat əməyinin özünə xidmət əməyindən fərqi nədir? Özünə xidmət əməyində, yəni uşaq öz üzərində işi icra edir, gigiyenasına fikir verir, məsələn, təmizliyinə fikir verir, əl üzünü yuyur, paltarını geyinməkdir, saçını daramaqdır, öz üzərində işi icra edir. Bu özünə xidmət əməyidir. Aha, amma təsərrüfat məişət əməyində məsəl üçün deyirəm ki, süfrənin yığışdırılmasına kömək edir. Hə, bu artıq təsərrüfat məişət əməyidir. Aha, deyirəm yataq otağını səliqəyə salır.
Bu da məişət təsərrüfat əməyidir. Aha, yaxşı. Geyimini səliqəli formada geyinir. Özünə xidmət əməyidir. Ay, sağ ol. Öz üzərində icra etdi. Aha, yaxşı. Deməli, növbətçilik vəzifələrinin həyata keçirilməsi hansı əmək növüdür? Estetik yaradıcı 3-2-3 standartı. Aha, hansı əmək növüdür? Növbətçilik. Növbətçilik məişət təsərrüfat Ay, əməyidir. sağ ol, bəli. Kollektiv əmək fəaliyyətidir. Tapşırıqların icra olunmasıdır. Növbətçilik vəzifələrinin həyata keçirilməsi təsərrüfat məişət əməyidir. Bəs Məmməd, təbiət əmək nədir? Məsələn, təbiət güşəsində güllərə qulluq etmək, həyətdəki ağaclara qulluq etmək, heyvanlara qulluq etmək, yem vermək, bunların hər biri təbiət əməkdir. Aha, əla. Yaxşı. Bir dənə bizə məsəl üçün bir misal çəkə bilərsiniz təbiət əməklə bağlı, tutalım ki, böyük qrup üçün. Məsələn, ağacların dibini belləməkdir, su verməkdir, məsələn, həyətdəki quşlara məsələn, qayğı göstərməkdir, yem Quşları verməkdir. yemləmək. Aha, bitkiləri yaxşı belə deyək, sulamağı öyrətmək. Saralmış yarpaqların təmizləməkdir. Bunların hər biri təbiət əməyidir. Həmçinin akvariumda məsəl üçün Balıqlara yem yəni vermək. heyvanlar haqqında bəli, uşağı məlumatlandırırsınız ki, balıq nə üçün suda yaşayır? Akvariumda tutalım ki, suyunu dəyişərək siz balıqların daha çox uzun müddətli yaşamasını uşaqlara bəli başa sala bilərsiniz. Yaxşı, əl əməyi hansı yaş qrupundan etibarən? Məktəbə hazırlıq qrupunda olur əl əməyi. Aha, məktəbə hazırlıq qruplarından istifadə olunur. Nəyə görə və hansı bacarıqlar formalaşır əl əməyində? Motor bacarıqları formalaşır. Kiçik motor bacarığı. Aha, bir dənə kiçik motor bacarığına uyğun mənə məşğələ deyin. Məşğələ məsələn, riyaziyyat məşğələsində keçiriksə, rəqəmləri keçiriksə, bir rəqəmin keçib onu rəngləyiriksə, uşaqda kiçik motor bacarıqları inkişaf edir. Aha, yaxşı, rəngləmə verdik. Yapma Tutalım ki, fəaliyyəti, çıxarmaq rəngləmədir, texnikası. yapmadır, Aha, bəli, yapma, quraşdırma. yapmadır. Daha sonra bir yaradıcı forma, bəli, o da uyğundur təbii ki, muncuqların sapa düzülməsi falan. Bir yaradıcı kreativlik belə deyək də məşğələsidir. Uşaqların əl əməyi göz nuru deyirik, yəni əl və göz koordinasiyası. Estetik yaradıcı inkişaf sahəsində olar ki, hər hansı bir məsələn Aha. hər hansı bir işə görə yapma fəaliyyəti eləyə bilərlər, quraşdırma, origami, Ay. burada da barmaq, qayçı ilə kəsim var. Bəli, Bunların hər biri uşaqlarda motor təbiət bacarıqlarını inkişaf materialları ilə, məsəl üçün şam qoza ağaclarından tutalım ki, həmin o təbiət materialları ilə hansısa bir fiqurun hazırlanması, parçalardan istifadə etmək. Bəli, bəli, bəli. Və bununla da əşya haqqında uşaqların təsəvvürləri genişlənir, texnika haqqında da uşaqlar məlumatlı olmuş olurlar. Təşəkkür eləyirəm. Sağ olun. Mənim. Vətən müəllimə. Digər müəllimlərimiz kimlər könüllü olaraq? Səbinə müəllimə. Aha. Salam müəllimə, Salam, necəsiniz? Hər təşəkkür vaxtınız edirəm. xeyir olsun. Necəsiz? Çox sağ olun. Yaxşıyam, Təşəkkür tək edirəm yaxşı müəllimə. olun hər zaman. Çox sağ Çox olun. sağ olun. Allah razı olsun. Müəllimə, siz bizə sosial-emosional inkişaf sahəmiz haqqında məlumat verin. Bəli müəllimə, 4-cü inkişaf sahəmizdir. Sosial-emosional inkişaf sahəsi özü 3 yerə ayrılır. 4-1, 4-2 və 400. 4-1 ünsiyyət bacarıqları nümayiş etdirir. 4-2 həyatla bilic bacarıq vərdişləri özünə məxsus şəkildə əks etdirir. 400-də isə dözümlülük, tolerantlıq nümunəsi göstərir və yeganə inkişaf sahəmizdir ki, özündə heç bir məşğələni əks etdirmir. Aha, bəli, doğrudur. Yaxşı müəllimə, bəs əməkdaşlıq bacarıqları deyirik, kooperativlik, qrupa uyğunlaşma, Empatiya. sosiallaşma. Aha, Bunlar hər biri sosial-emosional inkişaf sahəsində özünü göstərir. Bayaq dediyimiz kimi əməkdaşlıq olsun, ünsiyyət olsun, kooperativlik, yəni qarşılıqlı əlaqə, əməkdaşlıq olsun, empatiya hissi olsun, yəni digərinin hissini anlama, başa düşmə, onun hissinə şərik olma və s. Bunların hər biri sosial-emosional inkişaf sahəsində özünü göstərir və əks etdirir. Və biz də tərbiyəçi müəllimlər olaraq uşaqlarda bunları inkişaf etdirməliyik. əla. Müəllimə, məktəbə qədər təhsilin məqsədi nədir?
Bəli, məktəbəqədər bilir ki, təhsil bizim ilk təhsil pilləmizdir, prioritetdir və davamlı olaraq inkişaf etdirilən bir təhsil sistemidir və burada uşaqlarda bir şəxsiyyət kimi formalaşdırmaqdır. Daha sonra bütün bu 4 inkişaf sahəmizi burada reallaşdırmaqdır. Uşaqlarda əməkdaşlıqdır, ünsiyyətdir, vətəninə qayğıdır, hörmətdir. Bunların hər birinin özündə əks etdirir. Həm öz deməli adətinə, milli adət-ənənələrinə, həm dünyəvi adət-ənənələrə və digər adət-ənənələrə qarşı deməli burada hörmət ruhunun tərbiyə edilməsini özündə əks etdirir. Aha, əla. Yaxşı müəllimə. Deməli, biz didaktik prinsiplərdən ümumiyyətlə siz mənə inteqrativlik haqqında məlumat verin. Bəli, bilirik ki, məktəbəqədər məzmun tərkibində didaktik prinsiplərimiz var və bu didaktik prinsiplərimiz 9 dənədir və inteqrativlik, bəli, inteqrativlik əlaqələndirmə deməkdir və inteqrativlik dedikdə bir məsəl üçün məşğələni digər məşğələdən əlaqələndirmək. Bilirik ki, inteqrativlik iki cürdür. Üfüqi var, bir də şaquli inteqrativlik var. Üfüqi dedikdə müxtəlif Salam. Üzrlüsən, keçişdim. Bəli, üfüqi və şaquli dedik. Şaquli eyni inkişaf sahələri, amma müxtəlif yaşlara əhatə edir. Üfüqi isə müxtəlif deməli inkişaf sahələri, amma eyni yaş kateqoriyasını əhatə edir. Aha, əla. Bəs mənə inkişaf yönümlülüklə nəticə yönümlülüyün mənə deyin, sonra fərqini deyin. Bəli. Nəticə yönümlülük öncədən nəticəli olmaq işini öncədən planlaşdırmaqdır. İnkişaf yönümlülük isə uşağı inkişafa yönləndirmək, istiqamətləndirmək və onun deməli hər zaman inkişafını dəyərləndirmək, qiymətləndirməkdir və inkişaf yönümlülüyü özündə şəxsiyyətin izlənilməsi, qiymətləndirilməsini və keçin hesabatın deməli qiymətləndirilməsini özündə əks etdirir. Fərqi nədir dedikdə, bir uşağı deməli izləyir, inkişafa yönləndirir və qiymətləndirir. Digəri isə hər zaman hər bir işində planlı, nəticə yönümlü, öncədən hazırlıqlı olur. Aha, yaxşı. Müəllimin konstruktiv bacarığı hansı didaktik prinsipdədir? Təbii ki, nəticə yönümlülük. Aha. Qabaqcadan planlı, qabaqcadan hər şeyi hazırlıqlı olmaq. Aha, əla. Təşəkkür edirəm Səbinə müəllimə. Sağ olun müəllimə. Mükəmməlsiz. Təşəkkür edirəm. Digər müəllimlərimiz kimlər aktiv iştirak eləmək istəyir? Buyurun. Mən ad çəkmək istəmirəm. Kimlər iştirak eləmək istəyir müəllimlər? Xanım müəllimə, siz danışırsınız. Xanım müəllimə. Müəllimə. Danışa bilərsiniz. Aha, İndi qoşulmuşam, üzrlüsən. Yəni biraz gec qoşulmuşam. yox, sual eləyirik, ilk mövzulardır. Bəli, müəllimə. Aha, siz bizə inkişaf sahələrimiz haqqında biraz məlumat verin. Təzə qoşulmusunuz. PDF-ə baxmamışdım müəllimə, üzrlüsən. Biraz səhhətimdə problemlər Mən var. demişdiniz, bəli, yazmışdınız mənə, qoşula bilməmişdiniz, bəli. Qoşula bilməmişdim. Ümumiyyətlə bu arada telefona biraz uzağam. Yəni dərslərə ümumiyyətlə mən bu dəfə üzrlüsən, yəni gələn dəfə aktiv iştirak edəcəm. Narahat olmayın. Ekran gəlir, görün müəllimlər. Bəli, müəllimə. Aha, yaxşı xanım müəllimə, siz bizə ümumi bir dənə qısa konkret verin, çox danışdırmayacağam. İnkişaf sahələrindən müəllimə deməli Hansı inkişaf sahələrimiz var? Aha, müəllimə, bazanız var ümumiyyətcə. Siz sertifikasiyasınız da. Səs getdi yəqin ki. Yox müəllimə, əgər danışa bilmirsinizsə problem deyil, yəni narahat olmayın. Digər müəllimlər kimlər iştirak eləmək? Salam müəllimə. Salam. Sual verə bilərsiniz. İlk dəfə də qoşuluram. Aha, buyurun. Buyurun. Amma Adım mənim Necə müəllimə? Mənim səsim info verir, yəni zəng gəlir. Məndə normal gəlir səs. Çıxın bir də təkrar olmasa. Mən özüm Müəllimə salam.
Salam, Hər vaxt Nəriman xeyir müəllimə. olsun. Hər Mən vaxtınız xeyir. mən sual cavab eləmək istəyirəm müəllim. Bəli, buyurun müəllimə, lap Hə, yaxşı. istəyirəm. Digər müəlliməmiz təkrar qoşulun bala, səsim özümə qayıdır. Heç cürə işini başa düşə bilmədim. Aha, Eşidirəm sizi müəllim. demək müəllimə, siz mənə baxın, ekranda qeyd eləmişəm. Burada nizamnaməni açmışam. Mən Təhsil burada mənim ekran görünmür. Siz mənə sual verin, mən cavablandırım. Tamam, başa düşdüm. Təhsil prosesinin iştirakçıları kimlərdir? Təhsil prosesinin iştirakçıları təhsil alanlar və təhsil verənlərdir müəllim. Aha, sonra kimlərdir? Bir də bağçada işləyənlər. Valideynlər və Bütün hamı. digər qanuni nümayəndələr. Müəllim, valideynlər qanuni nümayəndələr. Aha, yaxşı. Təhsil verən kimdir və təhsil verənin hüquqları nədir? Təhsil verən tərbiyəçidir. Onun da hüquqları odur ki, o məsəl üçün otaqda olan şəraitin yaxşı olması üçün onun hüququ çatır ki, desin ki, bura məsəl üçün işıqlı olmalıdır, məsələn keyfiyyətli olmalıdır, yəni tədris otağı. Sonra mənim onun hüququ odur ki, o gedib özü təhsilini davam etdirə bilər. Sonra təhsil verən hüququ mənim çoxdur. Yəni ki, Məsələn. vəzifəsi odur ki, müəllim onun üzərinə düşən vəzifəni yerinə yetirsin, borcudur. Amma hüququ isə onun istədikləridir. Hüquq aldıqlarımdır, amma vəzifə verdiklərimdir də. Yəni Ay, hüquq hə, könüllüdür. Edə də bilərəm, Bilirəm. etməyə də bilərəm. O mənim hüququmdur. İstifadə edə Bəli, bilərəm, bəli. etməyə də bilərəm. Amma vəzifə isə borcudur. Onu eləməyə borcludur. Aha, burada müəllimə görün ekranda var, mən sizə göstərirəm. Baxın. bir dəqiqə. Valla mən bizdə görünmür. Bu ekran mən nəsə böyüdə bilmirəm Müəllimə ümumiyyətlə. ekran görünür. Digər müəllimə. Görünür, mən görünmür. Prosta böyümür məndə. Bəli, müəllimə görmür. Sağ Mən olun. çünki burada MIT-dən çıxmışam, yəni ekran paylaşmışam. Bir zəhmət olmasa baxın. Qeyd eləyirəm. Bəli, görünür. Təsir verənin hüquqları Natavan müəllimə baxın. Bəli, eşidirəm mən. Nizamnamədən açmışam, baxın. Əvvəla birinci olaraq normal əməkdir. Pedaqoji iş və təhsil şəraiti ilə təmin olunmaq müəllimin Bəli, hüququdur. Yəni müasir standartlara cavab verən texnologiyalar, yəni siz onu tələb eləmək haqqınızdır, hüququnuzdur. Bəli, müəllim, tələb eləyə bilərəm ki, mən yaxşı şəraitdə işləməliyəm. Bəli, bu birinci addım. Aha, qeyd etdik. Sonra ikinci addım nədir? Baxaq. Nizamnaməyə uyğun olaraq, yəni qanuni halda nizamnaməyə uyğun olaraq təhsil prosesinin təşkili və idarə olunmasına fəal iştirak etmək. Fəal iştirak etmək sizin hüququnuzdur. Edə də bilərsiniz, etməyə də bilərsiniz. Bəli. Amma indi qeyd edəcəm vəzifədə nədir onun deməli fərqli xüsusiyyəti. Bu ikinci addım. Üçüncü addıma baxaq. Şərəf və ləyaqətinə hörmətlə yanaşılması tələb etmək. Bu valideynlərdən təbii ki olaraq hüququmdur ki, mənim şəxsiyyətimə, ləyaqətimə, ümumiyyətlə mənə bir hörməti bilirəm. Daha sonra dördüncü addım nədir? Pedaqoji şuranın işində iştirak etmək. Yenə də hüququnuzdur təbii ki. Deməli, ikinci addımda isə artıq deməli sədrliyinə seçmək və seçilmək verə də bilərsiniz, verməyə də bilərsiniz sədr olaraq. Deyil, məcburi deyil. 6-cı addımda isə deməli təlim-tərbiyə metodikalarıdır. Təlim vəsaitlərini seçmək, hazırlamaq, tətbiq etmək, resursları ərsəyə gətirmək. Bunlar da sizin hüququnuzdur təbii ki. Deməli, 7-ci addımda isə elmi eksperimentlərdə iştirak edirsiniz. 8-də ixtisasınızı artırmaqdır. Ümumiyyətlə, bir müəllim olaraq necə deyək ixtisasını artırmaq? Tutalım ki, subbakalavrsa, bakalaviyyat təhsilinə keçid alıb təhsilinizi ali təhsil eləyə bilərsiniz. Bilirəm. Magistr ixtisasınızı ala bilərsiniz, fərqi yoxdur, hüququnuzdur. Mükafatlandırılmaqdır, hüquqdur. Yəni bunlar bura qədər, bu hissəyə qədər hüquqları qeyd etdik. Yəni hüquq könüllüdür. Yəni yadınızda saxlayaq ki, məcburi bir şey deyil. Vəzifələri qeyd edək burada. Mən vəzifələrimiz də ki, müəllim, məsələn, biz bağçaya gedirik, bizim borcumuzdur ki, hökumətin bizim qarşımıza qoyduğu bizim təlim-tərbiyəni layiqincə yerinə yetirək, uşaqların öyrətməsində məşğələləri layiqincə yerinə yetirək, uşaqları hər cürə şəraitlə təmin eləyək. Yəni bizim o vəzifə borcumuzdur. Uşaq gəlib məsələn qaranlıq otaqda otura bilməz, şəraitsiz otaqda otura bilməz. Ümid bir təlim şəraitində təmin şəraitdə təmin etmək lazımdır. Hiss etməlidir, özünü dəyərli hiss etməlidir. Bəli, arxayın. Valideyn sizə onu etibar eləyir, yəni. Bəli. Aha, daha sonra nizamnamənin tələblərini yerinə yetirməlisiniz, vəzifə borcu. Yəni testə düşəndə bunlar düşür. Yəni birində Lorodil də deyirsiniz. Yəni mən bunu rəsmi şəkildə göstərirəm ki, bəli, təhsil proqramının mənimsənilməsini təmin etmək. Bu nə deməkdir? Bunu mənə başa salın.
Məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsini Bəli. mən bilirik ki, Məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsi 2010-cu ilin 16 iyununda qüvvəyə minibdir. Nizamnamədə Onu bilirəm. Baxın, bunu soruşuram. Təhsil proqramının mənimsənilməsini təmin etmək nə deməkdir ki, bu sizin vəzifə borcunuzdur? bizim proqramımız mən biz uşaqlara verdiyimiz təlim tərbiyədir də. Əlbəttə ki, siz bax planlaşdırmanı həyata keçirirsiniz. Siz alt standartın tələbini həyata keçirirsiniz. Siz nəticə yönümlü bir müəllimsizsə, yəni bu sizin məsuliyyətinizdir. Vəzifə öhdəliyinizdir ki, siz məşğələni uşağa mənimsədə biləsiniz. Bax, mənimsənməni təmin etmək uşaqlara, yəni mənimsəməni, uşaq onu qavramalıdır. Əgər məşğələnin sonunda siz nəticə əldə etmirsinizsə, deməli siz uşaqda mənimsəməni həyata keçirməmisiniz. Həm nəticə yönlü müəllim deyirəm, həm də ki, uşağa mən öyrətmirəmsə, onda bəs biz orada nə işləyirik, nəyə gedirik ki? Yəni onu biz öyrətməliyik, başa salmalıyıq. Onlara aydınlaşdırmalıyıq ki, bu belədir, bu da belədir. Aha, təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etmək, eyni zamanda istər müdiriyyət qarşısında olsun, öz həm yoldaşlarınız, belə deyək də, həmkarlarınız qarşısında olsun. Yəni hər bir halda müəllim öz etik davranış qaydalarına əməl etməlidir, borcudur. Daha sonra fəal vətəndaş mövqeyi formalaşdırmaq, vətənpərvərlik, Azərbaycançılıq ruhunda tərbiyə etmək, uşağı bir şəxsiyyət kimi, bəli, gələcək müstəqil həyata, əmək fəaliyyətinə hazırlamaq uşağı. Daha sonra Azərbaycan Respublikasının konstitusiyası, dövlət rəmzləri, xalqımızın tarixi, mədəni, dili, adət-ənənələri, milli ümumbəşəri dəyərlərdir və s. Bütün bu humanizm, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq, yəni bütün bu mənəvi keyfiyyətləri özündə stimullaşdıran, komple belə deyə etibar edən vərdişlər. Sonra pedaqoji etika və əxlaq normalarına riayət etməlisiniz. Müəllim olaraq müəllim nüfuzunuzu yüksək tutmalısınız, ziyalılıq nümunəsi göstərməlisiniz və siz dediyiniz kimi həyat və sağlamlığını qorumaq, təhlükəsiz şəraitlə təmin etmək, eyni zamanda bayaq dedik ki, müəllim öz şərəf və ləyaqətinə hörmət etməyi tələb etməlidir, onun hüququdur, amma uşaqların şərəf və ləyaqətinə hörmət etmək onun vəzifə borcudur. Nə qədər vəzifə öhdəliyi var, hüququndan çox vəzifə öhdəliyi var. Yəni, burada valideynlərlə əməkdaşlıq etməsidir, daha sonra daim, belə deyək, peşəkarlıq bacarığına yiyələnmək, daim təkmilləşdirmək özünü, qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək, yəni nədir, yoxlanışdan keçmək. Bunlar hamısı bizim vəzifələrimizdir. Bizim sertifikasiya hazırlaşırıq. Bizim bu vəzifə borcumuzdur. Biz sertifikasiyadan mütləq girib keçməliyik. Bu bizim vəzifəmizdir. Bunları mən ona görə geniş izah edirəm ki, digər müəllimlər də, yəni qarışdıran müəllimlər ola bilər hüququ və vəzifələri, yəni bunları belə deyək də nizamnaməni, indi dərsdən sonra bu nizamnaməni atacağım qrupa. Müəllimlər mütləq hüquq və vəzifələri buradan oxuyarsınız, yəni. İlk dərsdir. Müəllimin bir vəzifəsi borcu var ki, mütləq bax mən sənin üçün bağçada ya iş yerində hamıya əməkdaşlıq eləmək onun borcudur. Yəni o orada mütləq əməkdaşlıq eləməlidir. Bəli, bəli. Bəli, doğrudur. Yaxşı müəllim. Loyallıq etməməlidir, ictimai etimadı pozmamalıdır, qərəzsizlik etməməlidir, hamı eyni yanaşmalı, eyni gözlə baxmalıdır. Bəli. Deməli müəllimə, təşəkkür eləyirəm sizə, digər müəllimlərimizə də təşəkkür eləyirəm Nataba müəllimə. Aha, digər müəllimlərimiz siz sağ olun, buyurun. Digər müəllimlərimiz kimlər iştirak eləmək istəyir sorğu sualda? Salam müəllimə. Aha, salam. Buyurun müəllimə. Müəllimə, mən iştirak eləmək istəyirəm. Aha, Günay müəllimə. Bəli, bəli. Aha, Günay müəllimə, siz bizə valideynlərin hüquqları haqqında məlumat verin. Aha, valideynlərin hüquqları müəllimə. Valideynlərin hüququ odur ki, öz uşaqları haqqında daim, yəni ki, uşaqları haqqında necə deyim, məlumatlı olmalıdır. Bəli. Sonra baxın, müəssisəyə qoyursunuz uşağınızı, övladınızı, bağçaya qoyursunuz. Sizin hüququnuzdur ki, o müəssisənin daxili bir iş şəraiti ilə, qayda qanunları ilə tanış olasınız. Aha. Bəli. İstədiyi sonra təhsil müəssisəsini uşağı üçün seçməkdə də hüququ var. Yəni ki, yalnız bir təhsil müəssisəsində uşağı təhsil ala bilər, amma istədiyi təhsil müəssisəsini seçməkdə də onun hüququdur. Aha, daha sonra
Ə, belə Daha deyək, sonra müəssisənin təşkil etdiyi əməkdaşlıq etmək tədbirlərdə də iştirak onun hüququ. etmək. Bəli, bəli, əməkdaşlıq etməkdir. Yəni ki, məktəbəqədər təhsil müəssisəsində, yəni nə tədbir varsa əməkdaşlıq eləyə bilər, uşağın məşğələsi ilə maraqlana bilər, qidası ilə maraqlana bilər. Yəni hər necə deyim, müəllimə testdə qəşəng işləyirəm hamısını, amma danışmayda çətinlikdir. Çünki Bəli, çox əlbəttə, danışmamışam ona pedaqoji görə. kollektiv, həmin o dediyiniz əməkdaşlıq, pedaqoji kollektivlə əməkdaşlıq, eyni zamanda müəssisənin rəhbəri ilə fərqi yoxdur. Yəni sırf təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi üzrə siz öz təkliflərinizlə bir ana olaraq, valideyn olaraq irəli sürə bilərsiniz, hüququnuzdur. Bəs vəzifəsi nədir valideynlərin? Valideynin vəzifəsi də o olar ki, uşağın məktəbəqədər təhsil siyasətinə, yəni hazırlamaq da Azərbaycan xalqının adət-ənənəsinə uyğun övlad yetişdirmək onun vəzifəsidir. Yəni belə deyək də, həm hörmət ruhunda, həm vətənə sevgi, məhəbbət ruhunda övlad tərbiyə etmək, siz deməli o milli mənəvi dəyərlərimizə, dövlətimizə uyğun, vətənə, ana dilinə qarşı, yəni daha sonra ən əsası məktəbəqədər təhsil müəssisəsinin nizamnamənin tələblərini yerinə yetirmək, vəzifə borcunun, yəni bu bayaq təhsil verənlərin də vəzifəsinin içərisində biz qeyd etdik, həmçinin Bəli, bəli, həm də valideynlərdədir ki, daxili nizamnaməyə əməl etməlidir. Həmçinin müəssisənin daxili nizam-intizam qaydalarına da əməl etməlidir, yəni valideyn. Ümumiyyətlə, yəni biz nəyə görə hər dəfə bu bizim müsahibə suallarımızda verilir ki, müəllimə ilə bir konfliktə girmək olsun, hansısa bir tutalım ki, iradınızı bildirmək, əməkdaşlığa əsaslanır. Yəni hər bir zaman müəllim necə etikasını gözlədiyi kimi valideyn də, yəni hörmətli olmalıdır. Belə deyək də, ictimai qaydalara fikir verməlidir, nizam-intizamı pozmamalıdır, belə deyək. Daha sonra bir də ən əsası uşağı belə deyək də, fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq və məktəbəqədər təhsillə təmin olunması üçün məsuliyyət daşımaqdır. Yəni ilkin fasiləsiz sistemin belə deyək də övladında necə ki vəzifə borcudur, öhdəliyi var, eyni zamanda bu gələcəkdə də məktəb həyatında da övladının 6 yaşından sonra, yəni o belə deyək də vəzifəsidir ki, uşağının məktəb təhsilini təmin etsin. Yəni vəzifə ilə hüququ seçmək elə bilirəm ki, probleminiz olmaz. Çox asandır müəllimə, testdə var. Çox asandır, amma ki danışmayda biraz çox danışmamışam təlimlərdə də, ona görə biraz çətindir. Aha, yaxşı müəllimə, belə bir sual verim. Ümumiyyətlə nizamnamə nədir, əsasnamə nədir, bilirsiniz? Nizamnamə müəllimə onu bilmədim. Əsasnamə daha köhnə xarakter daşıyır da, 1900 belə deyək, 94-95-ci ildə yaradılıbdır. Əsasnaməni artıq indi nizamnamə ilə 2010-cu ildə, yəni baxın burada qeyd olunubdur. 2010-cu ildə artıq rəsmən təsdiq olunmuş bir qərar verildi ki, sırf burada müvafiq qanunverici aktlarına əsasən nizamnamə, nümunəvi nizamnamə əsasında artıq məktəbəqədər belə deyək də təhsil nizamnamə əsasında həyata keçirilsin. Yəni ki, nizamnamə ənənəvi, əsasnamə ənənəvidir, amma nizamnamə isə yenidir də. Yenidir, belə deyək, nizamlayıcı, bir-birinin belə deyək, ardıcıllığı özündə ehtiva eləyən əsas belə deyək, sənəd növüdür və belə deyim, yaxşı, siz bizə deyin görün məktəbəqədər təhsil müəssisəsinin növləri hansılardır? Yəni ilkin olaraq baxın, neçə yaş qrupu dedik bayaq? 5 yaş qrupu dedik. Bəli, 5 yaş qrupu. Müəllimə, necə yəni? Birinci kiçik qrup olar deyirsiniz? Bəli, yəni onlar birinci kiçik qrup 1-2 yaş, ikinci kiçik qrup 2-3 yaş, orta qrup 3-4 yaş, böyük qrup 4-5 yaş, məktəbə qədər də 5-6 yaş. Aha, indi həmin o yaşlara uyğun olaraq, bax mən soruşuram, deyirəm ki, tutalım müəssisənin növləri. Birinci körpələr evi. Müəllimə, elə birinci körpələr evi, sonra körpələr evi, ikinci körpələr evi, uşaq bağçaları. Bəli. Uşaq bağçaları. Uşaq bağçaları, sonra xüsusi uşaq bağçaları. Uşaq bağçaları deyəndə nə başa düşürsünüz?
Xüsusi də yəni ki, müəllimə, gözdən məsələn görməyənlər üçün ayrı olsun, Aha, ya danışmayanlar üçün ayrı, onu yəni valideyn məhdud özü uşaqlar seçir. üçün nəzərdə tutulur, bəli. Bəli, bəli. Aha, həmin o siz Bəli, dediyiniz qruplarda burada öz əksini tapıb zaten yaşlara görə. bəli. 1 2 Aha. 2 Ay sağ ol. gördüm. Yəni xüsusi uşaq bağçaları hamısı qeyd olunub. Nitq pozulmaları olsun, ağır nitq qüsurları, eşitmə pozulması, görmə pozulmaları, əqli geriliyi olanlar, dayaq hərəkət Bəli. belə deyək də pozuntusu olan, skalyoz xəstəliyi olan uşaqlar, yəni hamısı burada xəstəliklər qeyd olunub bura qədər. Mənim aslına qalsam, mən işləyirəm, mənim qrupumda var. Aha, Eşitmə, nitq qüsuru uşaq var. Yəni ki, danışmır da, heç nə anlamır, başa düşmür. Orta qrupda işləyirəm. Çox çətindir, amma ki, alışdırmışam da. Yəni yemək vermək, bəli. get-gedə çox qabağa gedib. Yəni əvvəlki halındansa çox indi yaxşıdır. Allah kömək olsun. Mən məsələn yeməyi verəndə yeməyi yemir, ağzını açmır, başa düşmür. Mən onun öz əlini tuturam, öz əli ilə ona yeməyi yedizdirirəm. Nə deyim, mən məzuniyyətə çıxmışdım, indi getmişəm. Hamı deyir ki, Günay müəllimə, sən nə qəşəng onu, yəni ələ almısan da, oturur incidirdi bizi. Amma indi elələr də var, xüsusi uşaq bağçaları, yəni ki, elə valideyn var ki, öz uşağını qoyur sırf həmin bağçalara da. Yəni amma bu uşaqsa bizlə, yəni sağlam uşaqlarla birgə gəlir. Bəli, bərabər imkanların qorunması, inklüziv təhsil, yəni təhsilin əlçatan olması, belə deyək, sosial modelin, tibbi modelə yox deyərək sosial modelin təsdiqlənməsi deməkdir. Yəni halal olsun sizə, yəni səbrinizə görə. Çox sağ olun, müəllimə. Bəli, düzdür, çox səbir, gərgin tələb edən iş olsa da, yəni həqiqətən də biz heç bir zaman onları kənara atmamalıyıq da, yəni. Hətta mən çox belə yanaşıram. Mən belə uşaqlar görəndə çox meylimi vururam ki, yəni onlar da biraz nə isə anlasın, qarışsın amına. Belə bəzi müəllimələr indi bilmirəm necə, amma mən eləyəm. Mən istəyirəm ki, yəni dinləsin, Bəli. o da qarışsın. Hətta indi səs çıxardır, indi çağıranda reaksiya verir də, yəni baxır. Əvvəl baxmazdı. Allah köməyiniz olsun müəllimə. Sağ olun müəllimə. Allah sizdən razı olsun. Vallah bütün dediklərinizi çoxunu bilirik, amma danışmaqda çətinlikdir. Bizə şərait yaratmısınız. Çox sağ olun. Yəni, İnşallah Bir biraz da yaxşı müəllim, olur. yəni sırf test mərhələsi üçün yox da ümumiyyətlə elə nitqinizin təkmilləşdirilməsi üçün də, yəni belə Bəli, deyək bəli, də. müəllimə. Aha, yəni çox Lazımdır, avantajlı bir dərs olur həqiqətən də. Ona görə çox sağ olun müəllimə. Dinləyirəm buradayam. Aha. Mən təşəkkür eləyirəm müəllimlər. Mən təşəkkür eləyirəm. Belə deyim də müəllimlər, artıq belə deyim dərsi yekunlaşdırmalıyam çünki artıq növbəti dərsə keçid alacağam saat 17:00-da. Mən demək belə deyim, mən sizə təşəkkür eləyirəm. Növbəti dərsləri götürərik, amma qrupa qeyd eləyəcəm hansı mövzuları götürəcəksiniz. Təbii ki, həftə sonları keçirildiyi üçün dərslərimiz 6 bazar olduğuna görə, yəni 6-cı günə qədər vaxtınız çoxdur. Elə bilirəm 3 mövzu açsam, ya inklüziv təhsil düzdür, biraz genişdir, amma vaxtınız da çoxdur. İnklüziv təhsil, məktəbə hazırlığın belə deyək, təşkili qaydaları, iradi fiziki hazırlıq, psixoloji hazırlıq, yəni bu mövzunu deyirəm. Bir də yəqin ki, götürərik səriştələr. Səriştələr qısadır zaten və yaxud da uşaq yönümlü təhsil. Aha, yox müəllimə, mən burada PDF atmıram. Yəni yenə də deyirəm, məni düzgün başa düşün. Yəni dərs ödənişsiz dərs olduğuna görə ödənişli dərslərin mən PDF-sini heç bir halda paylaşmıram, nə də testini. Sadəcə olaraq belə 6 bazar, yəni yenə də deyirəm, könüllü kimlər istəyir testlərini işləyə bilər və hansı təlimçinin kitabından istəyirsiniz oxuyub hazırlaşa bilərsiniz, problem deyil. Sadəcə olaraq ödənişsiz video izahlar çəkib ata bilərəm YouTube izahlarıma. YouTube izahlarımdan baxıb faydalana bilərsiniz. Bir də həftə sonu belə keçirəcəyimiz, belə deyək, həm dərs izahı, həm də belə deyək, sorğu suallar. Çalışın hər biriniz gələn dərs aktiv iştirak edin. Yəni bu qədər əlimdən gələni köməklik eləyə bilərəm də, yəni material təbii ki olmayacaq. Suallar? Çox sağ olun müəllimə. Mən təşəkkür edirəm. Allah razı olsun sizdən. Siz sağ olun, buyurun müəllimlər. Yenə dedim, sıfırdan başlamışıq. Kimlər MİQ-də ola bilər, yəni hazırlaşan və sertifikasiyada təbii ki. Bazasız fərqi yoxdur. Kimlər istəyir, yəni qoşula bilərsiniz.
Və kaydı da atacağam. Qeyd edib atacağam.